Nərimanov Tibb Mərkəzinin həkimləri bildirirlər ki, İcbari Tibbi Sığorta Agentliyi və Təbib Rəhbərliyi tərəfindən tətbiq olunan qaydalar və idarəetmə yanaşmaları onlar üçün ciddi çətinliklər yaradır. Yenavaz.com-a müraciət edən mərkəzin əməkdaşları deyirlər ki, hər xəstə qəbuluna görə nəzərdə tutulan 1 manat 20 qəpik bonus ödənişlərinin tam və şəffaf şəkildə verilməməsi onları ən çox narahat edən məsələlərdəndir. Stat: Gündəlik qəbul limiti 20-25 nəfər olduğu halda faktiki olaraq 35-40 xəstə qəbul edirik. Lakin ay sonunda əmək haqqımızda bu əməyin qarşılığını tam şəkildə görə bilmirik. Bonuslar kəsilir və səbəbi bilinmir. Heç bir həkim səsini çıxarıb sözünü deyə bilmir. Çünki hansısa uydurma səbəblərlə işdən azad olunacağından qorxur. Statın sonu: Onlar iddia edirlər ki, qurumlar tərəfindən aparılan yoxlamadan sonra əmək haqqlarından əlavə tutulmaların ediləcəyi bildirilib. Stat: Son struktur dəyişikliklərindən sonra ötən həftə tibb mərkəzində yoxlama aparılıb. Nəticədə bildirilib ki, güya son 2 il ərzində həkimlərə artıq əmək haqqı ödənilib və bu məbləğlərin mərhələli şəkildə geri tutulacağı qeyd olunub. Statın sonu: Həkimlər isə bunun əsassız olduğunu qeyd edirlər. Stat: Əgər maliyyə və ya idarəetmə səhvi olubsa, məsuliyyət həmin qərarları verən şəxslərin üzərində olmalıdır. Siravi həkimlərin deyil. Biz həkimlər öz peşəmizi vicdanla icra edir, əhalinin sağlamlığı üçün gecə-gündüz çalışırıq. Belə bir şəraitdə əmək haqqımızdan əsassız tutulmaların aparılması həm maddi, həm də mənəvi baxımdan bizi çətin vəziyyətə salır. Statın sonu: Məsələ ilə bağlı əvvəlcə təbibə müraciət edilib. Qurum məsələnin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin səlahiyyətlərinə aid olduğunu bildirib. Agentlikdən verilən cavabda isə əksinə, məsələnin təbibin səlahiyyətləri daxilində olduğu qeyd edilib.